Çox sevirəm Heydər müəllimi. Çox şeylər dəyişdi. Elə biz özümüz də sevindik onun gəlməyinə və dəstək elədik. Hər şey dəyişdi. Azərbaycan xeyrinə hər şey dəyişdi, yaxşı oldu. Heydər Əliyev hər şeyi həll elədi. İndi oğul davam etdirir. Müşkül Allah, yaxşıdır hər şey. Şeylər dəyişdi, çox şeylər. Hələ bugünkü günümüz hələ o gəlişi ilə bağlıdır. Yəni ondan da sonra oğlu, şükür Allah. Cəmaət gezir, dolanır. Keyfində, damağında. Sabitlik oldu, nizam-intizam bərqərar oldu, belə desək. O dövrdə xaotik bir vəziyyət var idi ölkədə. Mən belə düşünürəm ki, xalqımızın əzmkarlığı da burada böyük rol oynadı. Yəni birlik, vəhdət biz bunu müşahidə elədik. Mən belə qiymətləndirərdim. Xalqımızın vəhdəti və belə deyək də bir yerdə birləşməsi. Mən belə qiymətləndirərdim bu hərəkatı. Çox şey. Azadlıq, heç kimə toxunmadı. Çox arzulayırdıq. Mən şəhərin mərkəzində oluram, mən 50 ildir. Çox gözəl. Allah ona qəni-qəni rəhmət eləsin. Atam qədər sevmişim o kişini. Kəşki yaşayaydı bundan sonra bir 20 ildə. Ulu öndərimiz Heydər Əliyev Naxçıvandan Azərbaycana gəldi. İqtisadiyyatımız gücləndi, inkişaf elədi. Bir çox dəyişikliklər əmələ gəldi. Şəhərimiz get-gedə gözəlləşdi. Güllü çiçəyə çevrildi. Müharibəyə də son qoyuldu.